davamlı olaraq Rəbbin kəlamından danışırıq, Rəbbin sözündən danışırıq və bütün bizim istifadə etdiyimiz sözlər, fikirləri müqəddəs kitaba uyğun gəlməyini istəyirik və istifadə etdiyimiz ayələr məhz buna işarə edir. Hər dəfə danışanda danışdıqlarımız, dediklərimiz Allahın sözünə uyğun gəlməsini istəyirik. Ona görə çox istinad edirik müqəddəs yazılara. Müqəddəs yazılar nə deyir bu barədə? Müqəddəs yazılar nə öyrədir? Ona görə bu bizdə vərdişlər yaradır. Müqəddəs kitab barəsində danışanda, müqəddəs kitabda yazılan ayələri istifadə etmək. Nəinki sizə hansı bir hekayələr ilə, hansı bir hadisələri bölüşmək, amma müqəddəs kitabda olan ayələri səsləndirmək ilə həmin o ayələrə müraciət etməyiniz, həmin o ayələrə baxmağınız vərdişi yaranır ki, siz də özünüz fərdi şəkildə müqəddəs yazıları öyrənəsiniz. Bu vacibdir. Bu bizim həyatımız üçün vacibdir və Allah bizi dəvət etdiyi münasibətdə özümüzü tanımağa kömək eləyir. Müqəddəs kəlam buna kömək edir bizə ki, onun sözü vasitəsilə bizim canımız təzələnsin, ruhumuz təzələnsin. Mən istəyərdim və bu hissədə Zəbura müraciət eləyək, 19-cu Zəbur, 7-ci, 8-ci, 9-cu və 10-cu ayələrə diqqət yetirək və oxuyanda tələsmədən oxuyun və baxın necə də möhtəşəm, necə də gözəl sözlər yazılır burada. Rəbbin qanunu kamildir, canı təzəliyir. Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir. Rəbbin qayda qanunları düzdür, ürəyi sevindirir. Rəbbin əmirləri pakdır, gözləri aydın edir. Rəbbin qorxusu safdır, əbədi yaşayır. Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir. Onlar baldan, şanı balından da şirindir. Maraqlı sözlərdir, yox? Davud Peyğəmbər Allahın sözü barəsində danışanda Allahın sözünə olan öz münasibətini göstərirdi və Davud Peyğəmbəri həyatından nümunə götürən, Davud Peyğəmbər kimi Allah qarşısında ömür yaşayanlar eyni sözləri təkrar edirik. Rəbbin qanunu kamildir mənim üçün. O, mənim canımı təzəliyir. Rəbbin öyüdləri mənim üçün etibarlıdır, məni müdrik edir. Nadan olmaqdan məni qoruyur. Səhv etməkdən məni hifz edir. Rəbbin qaydaları mənim üçün doğrudur, düzdür. Çünki onlar vasitəsilə Allahdan ürəyimə sevinc gəlir. Mənim ürəyim sevinclə dolur. Rəbbin əmrləri pakdır. Mənim gözlərimi aydınlandırır ki, mən şərlə doğru olanın fərqini başa düşüm və mən meylimi Allahıma göstərim. Rəbbin qorxusu safdır. O məni əbədi yaşadır. Rəbbin hökmləri haqdır. Hamısı mənim üçün ədalətlidir deyirik. Onları qızıldan, seçmə qızıldan daha üstün tuturam. Baxırsınız, belə münasibətimiz müqəddəs kitaba bizim dəyişilməyimizə səbəb olur. Və biz müqəddəs kitaba sadəcə bilik mənbəyi, tarixi hadisələr, Allah haqqında bəhs edən müqəddəs kitabla yanaşı, özümüz üçün tədris, özümüz üçün örnək, özümüz üçün ibrət nümunələri kimi müraciət edirik. Və məhz bu müraciətlər bizim dəyişilməyimizə səbəb olur. Mən istəyərdim o Craig Gelder'ın bir nümunəsini götürüm. O ilahiyyat professorudur və görünəcə maraqlı kilsə haqqında söz söyləyir. Kilsə dini mərasimlərin və xidmətlərin istehsal edildiyi bir yer deyil. Müqəddəs ruh tərəfindən dəyişdirilən insanların icmasıdır. Məna aşağıda. Kilsə müqəddəs ruh tərəfindən dəyişdirilən, transformasiya edilən insanların icmasıdır. O, ümumiyyətlə, kilsənin fəaliyyəti və təyinatı barəsində danışanda, kilsədə toplanan insanlar Allahın sözü nəticəsində dəyişilmiş insanların icması olduğunu vurğulayır. Və deyir ki, kilsənin fəaliyyəti bundan ibarətdir. Kilsə bundan ötəridir ki,
orada yığışan insanlar, orada toplanan insanlar Allahın sözü vasitəsilə müqəddəs ruhun onların həyatında işlədiyi nəticəsində o dəyişilməni yaşasınlar. Pis istəklərdən dönüb Allaha aid olan insanlar kimi ömrünü yaşamaqları bacarsınlar. Bu məqsəd ilə müqəddəs kitab öyrədir, nümunələr verir ki, müqəddəs ruhun səmərəsi ilə həyatımız bol olsun. Bu səbəb ilə mən müqəddəs kitabdan peyğəmbərlərin və salih insanların nümunələrini götürürəm və keçən həftədə, bu həftə başlayanda da İbrahim peyğəmbər haqqında danışırdım və İbrahimin hekayəsini hələ də davam eləmək istəyirəm. Çünki İbrahimin həyatından hələ öyrənə biləcəyimiz çox şeylər var və tək İbrahim deyil, amma adları müqəddəs kitaba düşmüş həmin o peyğəmbərlərin həyatından özümüz üçün ibrət nümunələri götürə bilərik. Onların həyatına və həyatlarının sonuna nəzər salaraq onlardan öyrənə bilərik. İbrahim özünü Allaha aid etmişdi. Öz həyatını Allaha həsr etdi və Allah ona get dediyi yerə getmişdi. Və İbrahim Allahdan ən böyük arzusunu əldə elədi. Ən böyük arzusunu əldə elədi. Saradan oğul pay aldı. İshak doğuldu. Və Saradan İshak doğulandan İbrahim hər şeyi doğru etməyə can atırdı. İbrahim qurbanlar təqdim edirdi. İshak 8 günündə olanda onu sünnət elədi ki, bir işarə, əlamət versin oğluna ki, özü ibadət elədiyi Allahın təlimində öz oğlunu böyüdəcək. Bu məqsədlə bunu elədi. Oğlunu bu məqsəd ilə bəsləyib böyüdürdü və bir gün belə başa düşməyə çətin çəkdiyimiz bir hadisə. Allah İbrahimdən bir təqdimat istədi. Və istəyərdim ki, həmin o aya müraciət eləyə Yaradılış kitabında 22-ci fəsildə Allah İbrahimdən nə istədi? Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O, ey İbrahim deyə çağırdı. İbrahim, buradayam dedi. Allah dedi, sevdiyin yeganə oğlunu İshakı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et. İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə 2 nökərini və oğlu İshakı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı. İbrahim 3-cü gün başını qaldırıb uzaqdan o yeri gördü. Maraqlıdır. Bu ayələri oxuyanda gözümün qarşısına onları canlandırmağa çalışıram və özümü İbrahimin yerinə qoymağa edirəm. Elə etməyə çalışın. Allah İbrahimə müraciət edir. Böyük bir sevinc ilə, məmnunluq ilə Allah deyir, buradayam ya Rəbb. Və Allah deyir, sən məndən oğul istədin, indi istəyirəm ki, oğlu mənə qaytarasan. İbrahimdən əvvəl Allah heç kimdən bunu istəməmişdi. İbrahimdən sonra da bugünə qədər və bundan sonra da dünyanın sonuna qədər Allah heç kimdən bunu istəməyəcək. İbrahim heç ağlına da gətirə bilməzdi ki, Allah ondan insan təqdimatı istəyir. Özdəki kimi? Özü verdiyi şəxsi. Özü ona vəd verdiyi şəxsə deyir ki, mənə qaytar. Və mənə qaytar dedikdə ona deyir ki, mən səni göndərdiyim diyara get, Moriya torpağına get, oğlunu orada təqdim etməyi istəyirəm. Və bilirsiniz, bu 4 ayə arasında mən İbrahimin tərəddüd etdiyini axtarmaq istəyirdim. Amma gördüm ki, İbrahim işini çox belə peşəkar görürdü. Yazılıb ki, səhər tezdən qalxdı, hazırlıq işlərini görməyə. Eşşəyini palanladı və başladı odun yığmağa başladı. Yəni fikirləşmədi ki, gedərəm, indi inşallah orada odun olar. Yox, odunu burada yığdı. Yəni gözü görən yerdə bütün hazırlıq işlərini gördü, özü ilə köməkçisini götürdü, oğlunu götürdü, yola çıxdı. Və deyərdim ki, yox, bu hərəkətlərdə heç bir tərəddüd görmürəm, amma İbrahimi belə çox nümunəvi Allaha etibarını görürəm. Ki, nə qədər o Allaha etibar edib güvənirdi ki, Allah ona dedikdə, mən sənə verdiyini mənə qaytar sözündə demədi ki, yox, bu Allahdan ola bilməz.
Allah bunu məndən istəyə bilməz. Mən deyirəm ki, hətta biz arzu etdiyimiz, istədiyimiz, uzun müddətdir dua etdiyimizə cavab almayanda, mən deyirəm hələ cavab almayanda münasibətimiz necə olur? Allah məni eşitmir. Allah sözlərimə baxmır. Narazılıq hələ belə oğru kimi həqiqi ürəyimizə yol axtarır. Qapı axtarır ki, girsin ki, ürəyimizdə yer alsın. Biz Allahdan narazı qalaq. Amma burada İbrahimin nümunəsi və onun iman hərəkətləri, o da çox nümunəvidir. O Moriya istiqamətinə getdi, təxminən 70-80 kilometr məsafə. 2 gün, yarım, 3 gün yol getdi ki, o gəlsin 5-ci ayət satsın. Çünki biz oxuduq 4 dənə ayəni və növbəti hərəkətləri etsin deyə o gəlir çatır və sonra nə baş verir? O nökərlərinə dedi: "Siz eşşəklə birlikdə burada qalın. Mən uşaqla oraya gedəcəyəm. Səcdə edib yanınıza qayıdarıq." İbrahim yandırma qurbanı üçün odun götürüb, oğlu İsaqın kürəyinə qoydu. Odu və bıçağı isə özü götürdü. Onlar birlikdə getdilər. Maraqlıdır. Yenə də İbrahimin hərəkətlərinə baxanda ona görə bu ayələri 5-dən 6-na ayırdım. İbrahim yandırma qurbanı üçün oduru götürüb İsaqın kürəyinə qoydu. Öz oğlunun kürəyinə qoydu. Bala, bunu sən daşıyacaqsan. Özü isə od götürdü özünə, yəni yandırdı. Düşünmədi ki, qalxaram dağda indi Allahın köməyinə orada tonqal qalayar. Yox, hazırlıqlı gedirdi. Yazılıb ki, o qədər hazırdı ki, hətta silahı da getirdi, bıçağı da getirdi ki, tərəddüd etmədən Allahın dediyini yerinə yetirsin. Bu mövzuda danışanda bəzilər arasında belə fərqli düşüncələr yaranır ki, yox, Allah İsaqı yox, Allah İsmaili qurban istəyirdi. Amma burada məsələ nə İsaq idi, nə İsmail idi. Burada məsələ İbrahim idi. Allah İbrahimin imanını yoxlayırdı. Allah İbrahim ilə danışırdı, onun təqdimatına deyil. Amma bu təqdimat haqqında danışanda bir xüsusi bir yer var, hansının ki istəməzdim bizim diqqətimizdən qaçsın. Həmin o yer növbəti ayələrdə özünü göstərir, İbrahimlə İsaqın söhbətində. Və mən istədim o yerlərə diqqət yetirək, çünki orada yaxşı bir nümunə var, bir incə var orada. İsaq atası İbrahimi çağırdı. "Ay ata," o cavab verdi. "Buradayam, oğlum." İsaq dedi: "Od və odun var. Bəs yandırma qurbanı olacaq quzu hardadır?" İbrahim dedi: "Oğlum, yandırma qurbanı olacaq quzunu Allah özü hazırlayacaq." Onlar birlikdə getdilər. Mənim üçün bu hadisə çox maraqlıdır. Onların burada etdikləri söhbətlər çox maraqlıdır və mən deyirəm ki, məhz bu nümunədə ata-oğul arasında olan münasibəti görürəm mən burada. Mən görürəm ki, İbrahim ilə oğlu İsaq arasında münasibət nə qədər yaxşı idi. Allah İbrahimi çağıranda İbrahim eyni tərzdə deyirdi, buradayam. İsaq atasını çağırır, İbrahim eyni tərzdə deyir, buradayam. Çox maraqlıdır ki, Allaha göstərdiyi nümunəni öz oğlunda yaşadırdı. Xatırlayırsınız, eyni şeyi mən danışıram. Müqəddəs kitab bizə onu öyrədir ki, biz Allahla qurduğumuz o ehtiramlı münasibəti yaşadaq. Əzizlərimizə yaşadaq ilk əvvəl. Həyatlarımızda, nikahlarımızda, valideynlərimizə, övladlarımıza onları yaşatmış olaq, eyni münasibəti. Nə qədər insanlar var ki, o qədər ibadətə diqqətlərini cəmləyirlər ki, ibadətin gözəl, yaxşı keçməyini istəyirlər, amma övladla vaxt keçirmək deyil. Və mən deyirəm, əgər İsaq bu sözlərin mənasını bilməsəydi, qırmızı hərflə orada qeyd eləmişəm, Allah özü hazırlayacaq. Əgər İsaq o sözlərin mənasını bilməsəydi, onun növbəti atasına dediyi söz bu olacaqdı. Ata, bu nə deməkdir? Deməli, o başa düşürdü. Deməli, bu müddət ərzində İbrahim oğlu İsaqa vacib olanı Allaha etibar etməyi, Allaha güvənməyi öyrətmişdir ki, Allah tədarük edəcək, Allah özü qayğımıza qalacaq ifadəsi də onun qulağında doğma sözlər kimi səsləndi. Və mən deyirəm, Məsihdə olan atalar, oğullarınız və qızlarınızla vaxt keçirdi.
Məsciddə olan atalar, oğullarınız və qızlarınızla vaxt keçirdin. Onlara öz iman nümunələrinizi verin. Övladlar sizdən öyrənsinlər. Siz nə qədər Allaha etibar edirsiniz və nə qədər ona güvənirsiniz. Onlar sizin dualarınızda iştirak etsinlər. Allaha olan münasibəti özlərinə bir ibrət götürsünlər. Mən deyirəm, biz işləyirik, çalışırıq, zəhmət çəkirik ki, sevdiyimiz övladlara hansısa bir pay getirək, neylənsə təmin edək, onların təhsili, onların yaxşı yeməkləri yeməyə üçün əlimizdən gəldiyini etməyə hazırıq, amma onlarda Allaha etibar edən insanın formalaşması üçün nə edirik? Mən deyirəm, bu balaca bir parçada, mən deyirəm, nəsillər arasında yaxşı anlaşmanı görürəm. İbrahim və İshak, iki ayrı-ayrı nəsil. Mən deyirəm, gənclər həmişə şikayət edirlər, narazı olurlar. Sizin nəsil bizi başa düşmür deyirlər. Amma əslində məsələ başa düşməmək deyil. Əslində başa düşməmək deyil. Məsələ mən deyərdim, o boşluq münasibətin olmamasıdır. Mən deyirəm, əgər övladlarla münasibətdə həm atalar, həm analar əgər əmr formasından istifadə edirlərsə, yeməyini ye, dərslərini et, qalın giyin, get yat, sənin işin deyil, uşaqsan, otur uşaq yerində deyirlərsə, o uşaq böyüyəndən sonra ondan nə gözləyirsiniz? Qəlizdir. Əgər uşaqlarla münasibətdə onunla maraqlanmamaq, onun fikrini almamaq, ancaq əmredici formada danışmaq haqqında düşünürüksə, bir gün o uşaq böyüyəcək, mütləq böyüyəcək. Və bir gün deyəcək ki, bizim nəsillər fərqlidir. Biz ayrı-ayrı dillərdə danışırıq. O yüzden mən deyirəm, nə qədər vacibdir və nə qədər önəmlidir sevdiyimiz övladlarına vaxt keçirmək, öz diqqətimizi onlara vermək. Onlara öz nümunələrimizi verək. Allah barəsində düşündüyümüz, verdiyimiz qərarlar və bilirsiniz, cəmiyyət olaraq biz ailələrə bunda kömək edirik. Ona görə bizdə uşaq dərsləri var. Niyə görə uşaq dərslərini keçirdirik? Uşaqları Allahın kəlamında kök salmaqlarına öyrədək. Nəinki onlar bilik əldə eləsinlər, onlar böyüyə-böyüyə Allaha etibar etməyi öyrənsinlər. Allaha öz həyatlarında yer versinlər. Əxlaqlı, namuslu, yaxşı insanlar böyüsünlər deyə. Allah ilə ömürlərini yaşasınlar deyə. Bu məqsəd ilə biz gənclərlə bu görüşləri keçiririk. Bu məqsəd ilə biz qadınlar və kişilərlə görüşlər keçiririk ki, bunları öyrənək, böyük nəsil olaraq bu vacib olan fikirləri öyrədək ki, nəsillər arasında anlaşma olsun. Növbəti nəsilə doğru nümunələr verək. Öz nümunələrimizi verək. Onları Allaha güvənməyi, Allaha etibar etməyi öyrədək. Və bilirsiniz, bu hadisədən 1900 il keçir təxminən və İbranilər məktubu 11-ci fəsil, 17-ci, 19-cu ayə bu məsələyə qaytarır bizi və bu məsələdə İbrahimin Allaha olan imanını göstərir. Baxaq bu ayə. İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. Halbuki ona İshaqdan törəyənlər sənin nəslin adlanacaq deyilmişdi. O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı. Maraqlıdır. Həmin bu hadisəyə geri baxaraq bu qiymətləndirmə verir müqəddəs kitab. İbrahimin imanı Allaha o qədər idi ki, o tərəddüd etmirdi oğlu İshaqı qurban verməyə, çünki o inanırdı. O bilirdi ki, hətta oğlu ölsə, Allah onu diri qaytarmağa qadirdir. Mən deyirəm, bunu övladlarımıza başa salaq. Bunu onlar görsünlər, bizim dualarımızı, üzləşdiyimiz məsələlərdə onlar dualarımızı eşitsinlər. Allah qadirdir. Allah bizim təminatçımızdır. O bizi təmin edəndir. O bizim qayğımıza qalandır.
o vəfalı və sadiqdir. Qoy sizdən bunu eşitsinlər və bunu sizin həyatınızda görsünlər. Ancaq eşitsinlər deyil, güvəndiyinizi görsünlər. Etibar etdiyinizi onlar gözləri ilə şahid olsunlar. Ona görə biz deyirik, övladlarınızı ibadətlərə getirin, öyrənsinlər Allaha etibar etməyi və mən deyərdim, valideynin övladına verdiyi ən gözəl miras Allahı tanımaqdır. Valideynin Allaha verə biləcəyi ən gözəl miras əmlak deyil, pul deyil, hansı bir əşyalar deyil, Allahın özünü tanımaqdır. Həmin o Allah ilə o ömrünü yaşayacaq, güvənəcək və Allahın yaxşı işlərini öz həyatında görmüş olacaqdır. Allah qadirdir. Bizim üçün mümkün olmayan, bizi məhdudlaşdıran Allah üçün mümkündür. Biz bunu özümüz öyrənirik, biz bu barədə onun cəmiyyətində bölüşürük, biz övladlarımızı bunda öyrədirik. Onun üçün mümkün olmayan bir şey yoxdur. O bizim təminatçımızdır. Ona görə Allahın sözünü həyatımız üçün rəhbər tutmağı öyrənirik. Dualar edəndə Allah qarşısına hansısa bir ehtiyacımızla, hansısa bir arzu ilə gəldikdə biz bunu bəyan edirik. Biz bunu bəyan edirik və bu bəyan haqqında danışanda İsa'nın Lukanın 18-ci fəsildə dediyi sözləri xatırlayıram, hansılar ki, bugün indi yerinə düşəndir. Bu hekayə aid olandır. 7-ci və 8-ci ayələr. Məgər Allah öz seçdiklərini, gecə-gündüz ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözləyəcəkmi? Sizə bunu deyirəm, tezliklə onların haqqını qoruyacaq. Bəs bəşər oğlu gələndə yer üzündə iman tapacaqmı? Məsələ budur. Məsələ budur. Biz Allaha hansı bir ehtiyaclarımızı, xahişlərimizi bildirdikdə, arzularımızı, dualarımızı səsləndirdikdə Allah deyir, mənə etibar et, mənə güvən. Bəlkə biri zaman tələb eləyir, bəşər oğlu isə deyir, mən səndə iman axtarıram. Mənə etibar etməyini, mənə güvəndiyini, məndən məmnun qalmağını, mənə güvəndiyini, mənimlə ömür yaşamağını istəyirəm. Əgər bu cür yaşasan, o deyir, onda dualarına cavab alacaqsan. Biz İbrahimin hekayəsi burada sonlamaq olar, amma mən deyərdim, bu hadisə hələ də davam eləyir. 1800 il keçəcək, Moriya dağında Allah öz oğlunu, İsa Məsihi qurban verəcək. İbrahimdən istədiyi, amma İbrahimdən qəbul etmədiyini Allah özü edəcək ki, İsa Məsihin qurbanı vasitəsilə bütün millətləri özünə tərəf qaytarsın. Görün, baxın, necə ayə bu barədə deyir. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub və onun lütfü ilə də Məsih İsa'da satın alınmağa nail olaraq bir hədiyyə kimi salih sayılır. Allah İsa'nı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları onun qanı vasitəsilə bağışlansın. Bunu öz salihliyini göstərmək üçün etdi. Çünki səbirli olub, qabaqca edilən günahları cəzasız qoymuşdu. Bununla da bitirmək istəyirəm, çünki çox maraqlı bir fikirlərdir. Hamı günah edib. Heç kim Allahın lütfüne layiq değildi. Heç kim Allahın vədlərinə layiq değildi. Layiq olmadığımız halda Allah öz oğlunu İsa Məsih yer üzünə göndərdi ki, bizim əvəzimizə kəfarə qurban olsun. Bizi günahdan və günahdan satın alsın. Kim buna iman edirsə, həmin o qurbana öz həyatında yer verirsə, o günahdan azaddır. O günahdan azaddır. Həmin o günahdan azad olanlara isə Allah isə öz vədlərini, öz xeyir-dualarını nəsib edir. O bizə və övladlarımıza və İsa Məsihin qurbanını qəbul edib Allahın iradəsinə öz həyatını təslim edənlərə nəsibdir. Bugünə bölüşmək istədiyim bu qədər idi.